Bağışlayan və mehriban uca Allahın adı ilə. Quranda elmi ayələr mövzusuyla inşallah yenidən sizin xidmətinizdəyik. Biz qeyd etmişdik ki, nümunə təfsirində 14 təqribən ayə elmi ayələrə işarə edir. Amma mən o elmi ayələrin açıqlamasını verməmişdən öncə siz əziz izləyicilərdən istəyim odur ki, bir məsələni öncədən gərək biləsiniz. Mən bu vaxtın azlığında onun haqqında məlumat verə bilmirəm. Çünki bu Quran-ı Kərimin ayələri ki, elmi mövzulara işarə edir, göylərin ulduzlarla bəzənməsi və yaxud göylərdə ulduzların sayrışması, günəşin hərəkəti, yerin hərəkəti, bunlar bir mövzulardır ki, Misirdə dünyaya gəlmiş, Romada dünyaya, Misir-Roma imperatorluğunda dünyaya gəlmiş Ptolomey alim ki, onun özünün nəzəriyyələri var ki, sizə lazımdır ki, onun nəzəriyyələrini biləsiniz və Qur'an-ı Kərim gəlib həmən nəzəriyyələr ki, hamısı əfsanə idi, hamısı əsassız sözlər idi, Qur'an-ı Kərim gəlib ayələr vasitəsilə o əfsanələri, o nağılları puça çıxartdı. Biz əgər bu günləri göylərin ulduzlar vasitəsilə bəzənməsinin 1400 il bundan əvvəl möcüzə olduğunu istəyiriksə, siz əzizlərə təqdim eləyək və yaxud ulduzların özlərinə məxsus yerləri və onların hərəkət dairələrin sizlərə möcüzə olaraq istəyiriksə təqdim eləyək və yaxud günəşin hərəkəti, yerin hərəkəti bunları sizə möcüzə olaraq istəyiriksə təqdim eləyək, sizə öncə lazımdır ki, bu nəzəriyyənin əvvəlində bir əfsanə durur və həmən əfsanə bir alim tərəfindən ki, əvvəldə qeyd elədim, 100-cü illərdə, 100-cü və 170-ci illərdə yaşamış bir insan olub, təbii ki, Fironların dövründə və yaşamış bir insan olub, onun öz nəzəriyyəsi olur ki, Quran-ı Kərim gəlib həmən nəzəriyyələri alt-üst edib, dəqiq bir elmi məlumat ortalığa təqdim edib. İnşallah növbəti günlərdə həmən o nəzəriyyələri alt-üst edən Quranın möcüzəvi ayələrin, elmi ayələrin sizlərə təqdim edəcəyik.